Qarşıda çətin imtahanlar var və bu imtahanları xəbər verməliyik biz sizə. Çünki bunu bizə məsumlarımız xəbər verib və gələcəkdə baş verəcək imtahanlara hazır olmağımız lazımdır. Onun haqqında təsəvvürə malik olmağımız lazımdır. Bu, o nadir mövzulardandır ki, imamlar təkidlə, özdə and içməklə bunun haqqında danışıblar. Mən neçə hədis oxumuşam. Axı, imamlar çox and içməzdilər hər şeyə görə. And içmək ümumiyyətlə məkruhdur, tez-tez and içmək. Amma bəzən mövzu o qədər önəmli olur ki, imam and içərək bu sözü danışır və o hədislərdən birini sizin üçün oxumaq istəyirəm. Buyurur ki, Vəllah lətuməhhisunna. And olsun Allaha imtihan olunacaqsınız. Xalislər seçilənə qədər. And olsun Allaha bir-birinizdən ayrılacaqsınız. Yəni, iki dəstə olacaqsınız. Siz şimdi toplaşmışsınız, hamınız bir yerdəsiniz, sizi ayıracaqlar, bir dəstəyə deyəcəklər, siz çıxın buradan. Deyəcəklər, bu mənada yox ki, birbaşa deyəcəklər. İmtahanlar nəticəsində ayıracaqlar ki, siz bu yolun yolcusu deyilsiniz. Siz ayrılın, gedin, öz yolunuzu tapın. And olsun Allaha ələkdən keçiriləcəksiniz. Ələyi necə sirkəliyirlər ki, lazımlılar düşsün, lazım olmayanlar qalsın, o şəkildə ələkdən keçiriləcəksiniz. Hətta la yəbqa minkum illa əndər. O həddəcən ələkdən keçiriləcəksiniz ki, sizdən azınız qalacaqsınız. Az bir qisminiz düz yolda qalacaqsınız. Çoxunuz xarab olacaqsınız. Allaha sayın çoxluğu lazım deyil. Maşallah doluşub insanlar bu məktəbə. Günü-gündən artır tərəfdarlar, çoxalır. Bunun bir təhlükəli tərəfi var. Başı çıxan adamlar bilir ki, haykü ki çoxaldı, axın ki çoxaldı, dalıca mütləq imtahan gəlir. Mütləq o ələk olmalıdır ki, görək kim qalır, kim gedir.